Salam əziz dostlar, gününüz xeyirli olsun, hər vaxtınız xeyir olsun. 16 dekabr 2025-ci il gözəl bir qış sabahıdır. Amma mən Finikədəyəm və gözəl günəş parıldayır, günəş çıxıb. Antalyanın Finikə ilçəsinə gəlmişəm. Dünən ən son videomu Dəmrədən çəkmişdim. İnşallah videolarımızı izləyin. Bizim səfərimiz Dəmrə Kaləköy'ə idi və demişdim ki, qaydanda yol boyu digər heç vaxt olmadığımız, göstərmədiyimiz ilçələri sizə təqdim edəcəm. Və bugün inşallah bu videodan sonra Finikəni də göstərəcəm. Mən hal-hazırda Finikənin mərkəzindəyəm. Bu əsas küçədir və bugün sizə gecələdiyim oteli göstərmək istəyirəm. Çox səliqəli, gözəl oteldir. Finikə Marina Otel adlanır, 3 ulduz. Buradan öncəliklə çalışan Fatihə təşəkkür edirəm. Mənə çox gözəl nömrə verdi. Dəniz mənzərəli birbaşa. Otelin öz havuzu da var, restoranı, kafesi. İndi içinə daxil olub baxacağıq. Bura Finikənin marina ərazisidir. Yaxtaların, teknələrin park edildiyi yer, gəzinti zolağı var. Növbəti videoda inşallah Finikəni göstərəcəm. Bu tərəfdə isə əsas hissədir. Banklar, restoranlar, kafelər buradadır. Finikə çox gözəl yerdir. Dağ və dəniz. Buradan sizə göstərim, baxın. Yuxarıda villalar var. Türkiyənin bayrağı. Finikə deyəndə ağla ilk olaraq portakal gəlir. Çünki portakalın məskəni Finikədir əsasən. Və biz Marina Otelə baxaq. Bu da əsas küçə. Gəldiyiniz zaman maşınla gəlsəniz, maşınınızı elə tam buraya, otelin önünə park edirsiniz. Və gözəl Finikə şəhəri ilə tanış ola bilərsiniz. Girişdə sol tərəfdə Cafe de Cristina adlı bir kafe var. İçəri daxil olmamışdan öncə sağ tərəfə də hovuz var. Onu göstərirəm sizə. Böyük hovuzu var. Qarşı tərəfdə duş. Bu hovuz da yay vaxtı çalışır. Mən də otel haqqında yaxşı yorumlar oxudum. Qiyməti də normal idi deyə. Bir gecə üçün əla, otaqları da yaxşı, səliqəlidir. İndi içəri daxil oluram. Sol tərəfdə receptiondur. Sağ tərəfdə lobby bar. İki dənə lifti var. Buradan da daxil oluruq Cafe de Cristina'ya. Finikə Dive Center. Balıq avı turu. Burada da turlar təklif olunur. Lazım olsa istifadə edərsiniz. Burada Cafe de Cristina'dır. Balaca səliqəli bir kafedir. Hələ səhər saatları olduğu üçün saat 9-dur. İşə hazırlıq gedir. İndi isə çıxacağıq 7-ci mərtəbəyə. 7-ci mərtəbədə Gloria restoran və Selina bar var. Səhər yeməyi də Gloria restoranda olur. Və əziz dostlar, gəldik 7-ci mərtəbəyə. Burada həm bar var, həm də restoran Gloria adlanır. Bu arada onu da deyim ki, oteldə 50-dən çox nömrə var. Hər mərtəbədə 14 dənə nömrə var. Burada isə mənzərə mükəmməldir. Böyük restoran. Bu restoran və bar axşam da insanların üzünə açıqdır. Sadəcə oteldə yaşayanlar deyil, istənilən hər kəs bura gələ bilər. Səhər yeməyi də oteldə yaşayanlar üçün qiymətə daxildir və burada verilir səhər yeməyi. Çox gözəl səhər yeməyi təklif olunur. Bu isə möhtəşəm Finikə mənzərəsidir. Marina şəhərə açılan mənzərə. Finikənin çimərliklərini qarşıda görürük.
Gözəl Toros dağları. Bəli, Finike çox gözəl şəhərdir. Bu otel də Finike'nin gözəlliyini tam görməyə sizə yardımcı olacaq. Qarşıda gözəl parklar, sahil yürüyüş yerləri var, dağlar. O evlərin gözəl mənzərəsi var, birbaşa dənizə baxır. Belə, əziz dostlar, bununla da Finike Marina oteldən olan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.